Salam, mən Əhmədli Nadir. Bundan sonra ofis işlərində ən çox istifadə edilən Excel proqramında işlərinizi daha da asanlaşdıracaq funksiya və qısa yollar izahlı videolarını sizinlə paylaşacağam. Tutaq ki, sizin əlinizdə belə bir Excel faylı var. Bu Excel faylında olan cədvəldə siz meyvə növlərinə görə filtrləmə tətbiq etmək istəyirsiniz. Bunun üçün biz adətən nə edirik? Cədvəlin üst hissəsini bu şəkildə aktivləşdiririk. Home tabından sortlama və filtrləmə hissəsindən filtri tətbiq edirik. Daha sonra meyvə adının yanında olan bu kiçik işarəyə klik edirik və meyvənin adını seçirik. Oku vurduqdan sonra filtrləməni tətbiq edirik. Lakin bunun başqa bir asan bir yolu var. Bunun üçün nə etmək lazımdır? Bunun üçün cədvəlimizi bu şəkildə aktivləşdiririk. Klaviaturadan Ctrl-L qısa yoluna klik edirik, təsdiqləyirik, cədvəlimizi hazır cədvə formasına salırıq. Daha sonra cədvəl dizayn hissəsindən Insert Slicer bölməsinə klik edirik. Bu hissədən bizə lazım olan hansı sütuna uyğun filtrləmə verəcəksə onu seçirik. Məsələn, meyvə. Təsdiq edirik. Bunu cədvəlimizin üst hissəsinə yerləşdiririk. Buradan biz bunun sütunlarının sayını artıra bilərik. Və istədiyimiz meyvə adına uyğun filtrləməni tətbiq edirik. Əgər siz istəsəz ki, 2 və daha artıq ad üzrə filtrləmə edəsiniz, bunun üçün bu hissəyə klik edirsiniz. Məsələn, 2 meyvəni, 3 meyvəni seçə bilirsiniz. Ümumi təmizləmək üçün isə bu hissədən istifadə edirsiniz.